Gedirsən bakı yenə. Hara gedirsən? Sımşka. Hansınlar? Bir de Aykı'ya. Salonda, rayonda günlər xəyali cəmaata sual verir. Sizin niyə pəncərəniz belədir? Yediyiniz yemək nədir? Cəmaata rayonda, hə. Azca hərəkətçi yox, elə öz kəndçi dilimizdə də danışır. Hə, niyə mamama deyir, Arzu xala deyirəm, baxmamsa o videoya. Yox. Deyir, harada yatırsan? Deyir, burada. Hansı döşək var? Deyir, mamam deyir, hə, bəs plastin anansıdır. Mamam deyir, o deyir, xəyələ, nə istəyir vaxtdan? Da inanırsan, o qədər boş Mustaşıma bazardır. girdi, yetimlərlə. Görüb ki, Yox, xoşlaşmır, maraqlı gəlir. Burada yaman güzel. Hansı? Gedəsi müşqalar. Sen böyürdən çək. Ara düşür. Yox, sarı düşürsün. Arıqlamışsan biraz siz gedib gəlin. Çünki sən mənə çəkirsən deyilə bu center kimdir, şəhərə gəlir. Bakıdan gəldi. Şaşlamaz, qoy elə. Amerikadan gəldi. Qoy desinlər ki, mən şu. Hanka, Americano. Kameraya səhv baxdın, elə bil. Deməli qızlar, hər qızın işi deyil ki, bax bu ayaqla Qara metro. bir metrosudur. Da. Metrosunun yanına belə getsin. Bak sana ayrı olsun. Aa, yaman dostlar, soyuqda hava. Mən də çox tez qızışdım. Həqiqətən bir abırçılıq. Bunlar gəlmişik. Bir dənə market tapmaq üçün yolu keçməliyik, amma keçə bilmirik. Günlər, ehtiyatlı ol. Bundan sonra getirin. Ondan sonra keçirik. Keçdik. Amma keçəmirik. Yol çoxdur. Çoxdur maşın. Aman tanrım. Qara göyə baxın. Göydən iyi belə hadisələr olur. Ben şok dostlar. Qara ev ərazisidir. Dondurması yamanındaydı. Hə? Nə yiyir? Keçi sütü dondurması yamanındaydı. Həzin. Hə? Baxım keçi sütü şeyinə, dondurmasına. Yox canım, çox sağ ol. İlkada yedir. Yamandalıdır. Həqi. Olsun dəvri. Həqi. Allah'ım olsun. Marin, Hara git az mı? harası qorxudacaq bizi. Allah sen ağlı. Allah bunu deyirsiz dostlar çəkin mənə bu dakını. Dəri də elə bil. Bunu nəsə girdin, sıkılır. Boy balacadır axı. Hə. Ağız dadını bilen insanlar bilir. Onu yiyirsən, bax bunu yedim bax su istəyirəm. Amma onun yanında ürəyim su istəmir. Çünki Elə mən onu şəkəri miqdarındadır. Dadı çox gözəl. Mən onu çox bəyənirəm. Şimdi Allah haqqı ondan O şirkət bizim evdə yaxınsa hər gün köf eləyib yeyərəm onunla. Dostlar günlər ancaq tərifləmə işinə lazım. Nə var? Yalnız el xəri zombisə. Hep zombidir. Bax 4 dənəsini. Allah sən qurban olum, bu ne bilir? Valla ne bilirsə, nəyə çatmır? Hələ Deftamın mı çatmır? Deftamın mı çatmır? Limonlusunu. Hamısından. Biraz turşməlidir ya dadlıdır. Hamısını yemişsin. Hamısını yedin. Bu qədər tutucu görmüsən. Aynen. Gördün də. Hamısını. Bana sen Allah dərilərini almır, ya Rəbbim, ya Rasulallah. Mən saf nətər düşdüm buralara. Nəysə. Ha. Nasıl mı qorxuyorsun? Çok aynen. Allah demir. 100 gramlık. Aynen. 100 gramlık. Aynen. Dostlar biz balamanla müzik. Biz kızımanla müzik baxaq. Deməli dostlar. Mağazadan çəkə bilmədim mahnıya görə. Belə bir şirniyyat aldım. 5 manat neçə qəpik idi bilmirəm. Endirimdə idi. Yoxsa endirimsiz qiymət idi. Fikir vermədim aşağı canlarım. Sonra belə bir şirniyyat aldıq çayla içməyə. Mən şirniyyat xoşlayan deyiləm, amma sırf buna nədənsə nəfsim keçdi. Belə bir şey aldım. Oy. Sonra özümə belə bir... Yox, günlərə belə bir kofe. Niyə açım, niyə açım? Elə bir kofe canlarım. Sonra belə bir kofe aldıq. Eləmə xalam qurban, bu açılan deyildi, bu kofedir ömrüm. 2 dənə belə kofe aldıq, bir günlərə bir mənə. Sonra bir dənə çiko böyük. Mən obrisine çıtaya bilmirəm dişimə görə. Bundan əlimlə təmizləyirəm. Bir dənə balacasını götürdüm. Sonra qızlar bir dənə belə simişka götürdüm. Bunda günlər yeyir. 2 manat çəkək, heç mən də bilmirəm. Sonra her götürdük bir dənə. Onu da mən götürdüm özümə. Sonra belə bir şey, bilirsiniz də aktivya mı gedir, nə gedir bacı. Vallahi mən özüm də bilməm, amma bunu yeyirəm. Çox xeyir, qəşəngdir. Mədə varsa xeyirdir. Belə qızlar. İndi də qızımızı açıq bilək. Biləyimiz. Dostlar öpüşündər. Seni xalan qurban. Şirniyyata görə göndərdik. Çox bilmiş balam. Açım. Hə, uçaq. Gel uçaq. Sənə heyranım, aç sənə qurbanım. Dur yox. Hə, demə, xalaya gəlsən gəl. Sənin Xeyr.
Uşaq seviləməklə. Öldürər. Öldürər. Xeyrə. Səni. Xeyrə Bak bunların hamısını mən olmuşum oğlum. Yalanla. Hamısını ben aldım. Ne aldım seni? Xeyrə bir də Murinə bax. Xeyrə bir də Murinə bax. Sənə qurban. Bu neyinə bax. Sənə qurban. Güzel. Çox qəşəng iyi var. Sənə qurban. Qızlar bu çox qəşəng iyi var, Ay, çox da qəşəng dadı var. Deyin birin, alın. Bak. Yaman əsəbləşdin. Sahibi, Helena Melisi başını görsə. Deməli qızlar, şunlar da şinyatlarımızı Hamısını yediler, hazırlayır. hamısını götürdülər. Bu ikilere çəpiş yedi. Bu, bir de bu 100 gram. Azı bir şey yiyir, az ona qurban olmuş. Dit sen Melis. Çek kutsum. Gel üzüm başın içindən. Çek kutsum. Bu? Birinci fikirləşdi, sonra. Dile sağ ol mama, mən getmirəm. Dile bay bay. Bay belə. Bay belə. No, no, no. O da deyiriz. Denən no, no, no. Get sabır, sana gülüm gəlir. Direk. Get sən. Getdi. Getməyin, qal bizdə. Bak kartıma pul koydu. Mən pulunu yapmışım. Sizə də vurmasın. Kızlar marşrutla gelirik deməli dostlar. Şimdi keçid, dayıdır keçid, keçid. Vurduma xarac oldu. Vurdu, məncə də. Mən də işitdim. Bizi burada çəkmə. Ne olur? Ne güzel de düşürsünüz. Paylaşarsınız kızlar şimdi. Belə. Deməli kızlar, gedirik biz salona. Al-Azirə gedirik. Günlərin salonuna. Görək. Nasıl otururdun? Düzünü var etməkdə. Biraz hava. Biraz hava. Oksijenə get. Elə bir mənzərəni izləyin. Mənzərəni izləyirlər dostlar. Hələ bu bir ajı. Ajlar sürüsü. İlk de ömrümüzdə dördüncü, beşinci dəfədir marşruta minirik. Yol pulumu da uşaqlar açıb verir. Adama qışqayıb. Paylaş, səni paylaşacağım. Adam 30 qəpik verdiniz. Neçəyədir marşrut? Marşrut neçəyə olur? 60 qəpik mənə məzən verir dostlar. Müqavva. Görürsünüz dostlar, pulsuzluq belə bir şeydir. Adamın kürəyini vurur yerə. Haydi. Salon hansı tərəfdədir? Salona hələ biraz var. Gedirik də bu yoldan. Starbucks'ın yanında. Nəyi? Starbucks'da. Bir de dostlar size yolları göstereceğim. Ağzım çiçeğimi. Ağzın çiçeğimize düşürsən. Qədrini bilmirsən, Allah hamd olsun. Nankörsən, nankör. Nərmanovdan. Buradan gedirik. Hanəndələr yoldadır. Sizlə yol çıxmaq çox gürür verir. Araz, bu nədir deyin, ha? Hə? İndi məni də Böyle yazıp gelmiş sanımda. Yazıp ki, Kız. diye kızın üzerinden oligarklık yazdı. Ağzını açanda apartırlar. Ben de düzdür. diğer yüzüne baksan oligarklı ama danışanda apartırlar. Kim deyirsə düz deyir canım. Güzel. Neyim insanlar kimi belə danışıyorum artist diye. Ben buyam bu. Mümkün değil, bunu değişemiyorum. Dəyişmədi, insan olduğu kimi olmalı. Bəli. Beni böyle seviyor fanatlarım. Şey giyin, də qaş stilli giyin, geyinmə də dayı. Necə? Stilimi değiş. Stilime kuzu kafasına ay. Kalem qapqar olmaq istəyirsə belə necə? Bura gəlirsən, Salariya qızla bura gəlir. Bunu da təzə tap. Təzə tapmışam, 10 ildir bura gəlirəm. Həqiqi. Xəyalən Allah'ım. O bir tərəfə gedir ildir bura yaxına. gəlirəm. Elə bu Bakıya qədəmlər müqarından gəlirəm bura. O bir tarafa gedirdi axı elə bilən. O birisini bir arada bura xəyanət elədim. Yüngül, yaxın olsun deyə. Sonra gördüm yox, o deyil. Oranın salyarısı adamı kirləndirir, kirirsən. Özünüz qabıq verir. Amma bu elə deyil ha. Bu elə deyil. Qabıq vermir. Belə Belə deyil. qabıqsızdır. Hə, görə deyil. Gözəldir. Bu yolla gedirik də. Axıra qədər gedəcəyik. Ha, yaxşı. Hər zaman olduğu kimi Cünlar yenə dostlar öz fəaliyyətindədir. Artığa dözüm yoxdur. Hə. Yemirsən ki? Yox, elə Sən Allah. iynədim bəs, Bizə iynədim qalır bəs. işte. Yox, həqiqi yox. Yox, Allahım. Yeniş olsun. Ömrümü yedim. Hələ burada elə qəşəng paltar var sənin əlinə. Buran deyil dostlar. Çi gəlib satmışıq ay günlər. Hara bura? Bəli. Ha geldik. Buradır kızlar. Neydi o? Bakın. Yazın.
Ay dedem var. Heç Sen otur problem. Ana oğlan hara getdi? Neyse. Deməli dostlar gəldik oturduq. Biraz şeyle var. Nəsə oturduq da bilmədik nə etməyə. Bakırsan. Özümüz də bilmirik. Bunlar yeməyə baxır. Deməli dostlar, belə pizza deyiblər. Belə çəm sayağı kadışka deyiblər. Çox dadlı görünür. Göz haqqınızda halal edin. Biz gedək çörəyimizi yeyək. Deməli qızlar, gəlmişik Gündar xanımın salonuna. Xəyalə də burada gəlməz ayaqlarını istirahət elətdirir qızlar. Hələ nisən bu ayağını ora? Hə, istidə soyun beşi yaxşıdır. Yok. Hə, Cüman necə görürsə, alver var ya, zahir var, heç işimiz yoxdur, maşallah. Müştəridən də yer yoxdur. Bir şey ki, o qədər müştəri var ki, maşallah. Mən özüm oturmuşam, madikür, pedikür ondan yerdə. Görürsünüz. Pedikür, madikür, pedikür. Hə? Üzlər kiri. İçərdə qızlar çox adam var deyə şey deyə bilmirəm. Üzlər, belə yəni ətraf çəkə bilmirəm. Müştəri çox. Eləyərəm. Nə axtarsan Cünah xanım? Su, kasıbın olanı, yakın olanı. Ay, dedi her. Evdə var 2 dənə her. Yo, istəmirəm. Kim aldı öyle? Dünən almışdım. Gözəl. Bacımız, ay Yola Allah. Samim sen bir dənə qərar ver. Ona değer vermez. Deyər, son bitənə qədər. Bir dənə alma. Mən yemirəm, mən istəmirəm. Hamı yağ içində yeyəcəm azdan. Ev yox, yeyin, nə olacaq? Ana bilmərəm, bir 23 tane işçi var. Ev yox. Ölüm işlərinə. İstədirsən, get al isimlər də, rasxodur, əli cibi var. Ben müdüre adamım. Ticarətdə müdür olmur, Cunka. Müştərimiz də var. İstəyirsən döyəsən, sürüyəsən, saçını başını olsa. Amma yeniyəsən müştəridir. Pul verir. Cəhənnəm. Deməli dostlar, oturmuşam, xəyalən gözləyirəm. Demək olar 4-5 saat buradayıq, inanın. Çox pis yuxum gəlir, dəhşətliyəm. Pırpız var, bir dənə şey qutarsaydı, çıx gedər deyəmizdə. Oturmaqdan yorulub özü də. Nəsə fikirləşir dakı. Balaca boyu var, güllü huyu var. Buna hayka, dəli soyka deyirlər. Amma öyle sen görsən sayısıyla. İşlər də bacı. Sağ olsun. Bacım mənə baxır. Asıl bacıma şokoladlar gəlib. Onunla çay içəcəyim. Çox dadlı deyil qızlar. Allah hamd olsun. Hərmədən üçün ye. Sizə belə göstərib içinə. Yəni deyirəm, amma çox bəyəndim. Bunlar. Bəli qızlar. Açaq şokoladı bir yerdə. Əl işidir, göz əməyidir. Qızlar görün nə qəşəngidir. Hədiyyəlikdir əsl. Həm çox dadlıdır. Çox dadlıdır. Xonçalarınıza yaraşar da. Çox belə- qəşəngdir. Dadlı şokoladlar çox sevirəm ha. Çox dadlı olur. Elə buna baxın. Bu o qədər gözəl, nə tər dadı. Çox qəşəng Çox dadı. dadlıdır. Qızlar səhifəsini buraya yerləşdirəcəm. Baxın, burada da var. Çikolatidir qızlar səhifənin adı. Nömrələri də var. 070 550 58 48. Xanıma Sifariş müraciət edə, zakaz eləyə bilərsiniz. Həqiqətən də mən çox bəyəndim dadını. Yəni bilirsən ki, mən hər şeyi reklama eləyə bilmirəm. Özləri evdə hazırlayır, da maşınada. Gedib mağazalarda pırsımış şeylər alırsınız, içinə də pis-pis yağlar vururlar. Amma bu gözəldir. Bilirsiniz də qızlar günləri hər şeydə yeməz deyil. Nə, yalan danışamıram mən. Mama qurban gətirəm çay. Gün yaman aşsız qaldın, Allah məni öldürsün. Ye. Oh. Allah aşkına ye. Sen Buralar ne istiyorsan? Galikimi çek. nə evi? Galikimi çek. Cəmaatın da. Salon açtım, çıkınızma galik. Azizce değerlisi. Oo, oraya bağlı. Hara? Uy. Artık icazə vermirlər oradan keçməyə. Kartla keçirir. Açarıq da əlimizlə. Hayda. Hazır qıldım axı. Hadi kartla. Bazı yıkılmak. Can hep şirəsən bizə. Ha? Şələm dolması. Uy. En asandı. Bu ya Niye gözü. bağlıdır? Laf belə. Her geçəyində. Al bunu ucundan. Deməli qızlar gəldik. İndi də ət alıram. Qəşəng 1 kilo bacınız yağlı ət alsın. Kesin yarpaq. Elə 1 kilo da qardaş. 22 Hə, eləsin. Deməli özümə. Deməli qızlar gəldik. İndi də göy alırıq. Döyüğa bişirmək istəyirik. Deməli qızlar qəşəng yarpaq da alacağam. Sadəcə bunu atlayacağım. Mən neçə saat denəyəcəm qızlar. Amma belə sveci daha yaxşıdır. Gedir, burayla gəl, burayla gəl, bacı, burayla gəl. Nə? Duz. Duz var ha.
Geç qət belədir. Çəkinə yoxdur Gülnaz. Mən bilmirəm, mən istəmirəm ay kabir. Şey götür, kiloluk götür. Ne diyor onu götür. Ha, yaxşıdır, bir dənə götür. Sonra Fərq o nədədir? yağımız var ya. Ha, yağ burada. Şöyle götürək. Nə? Deməli qızlar. İndi də bacımı süt götürsən. Şey. Ben dövbəyə süt vururam. Ay Allah, çalmadım. Ha, biraz üstüm çarıq kimi tulğum. Hadi bununla götürəydim. Bu araba vardı, götür araba. Evet. İnsan bu kadar mal olur. Biz böyleyiz işte. Kafe Ama içelim. balaca götürək. Ha, yox, gəl. Gəl. Deməli dostlar, biz də alışverişimizi elədik. Evə gedirik, evə. Alışverişimizi elədik. Hə, səhv dedim. Yaman fakirsən mən, neyse. Gedək yeməyimizi Gözünə bişirək. baxmışsın. İndi hər şey yaxşı deyil, harda keçəcəyim? Hala biz belki keçəcəyik. Nerdə keçəcəyim? Elə yox. Amma tez elədik ya alışverişimizi. Kirəyəcək. Nə istədiyimizi bilirdik ona görə. Dostlar, elə peşman oldum, Allah hamd olsun oradan göy aldığıma. Ay Allah, göyün dəstəsi bilsiniz necədir? Çöçələ barmağım kimidir. Çöçələ barmağım. Yəni bildiyiniz çöçələ barmaq. Gələr gəlməz əti yerləşdirdim. Ətin üstündən biraz götürdüm. Göyərtiləri yudum, soğanı yudum. İndi də qəşəng bunları birlikdə hazırlayalım. Yarpaq dolması eləyəcəm. Bir də uşaqlar neçə vaxtdır doyuğa istəyir. Doyuğa eləyəcəm. Senin gibi kondukturam. Kızlar, mən yarpaq dolmasını, soğanı həmişə doğrayıram. Əvvəl keçirirdim maşına, sonra suyu falan çıxır, elə belə daha qəşəngdir. Çıxı doğrayırsan, olur, əlaçı. Bıçaqla rahat eləməyəcəm. Deməli qızlar, bu detayları sizlə bacınız bölüşənmədi. Detaylar mənim də bu qlamurka danışığıma varanda. Göyətini də doğradım, soğanın hamısını da doğradım. Göyü də ki, mən hələ biraz bundan artıq da doğrayardım, amma neysə. Adını qoyduq, neysə. Deməli bacılar, yarpaq almışam, siz Allah buna. Ay Allah, başıma deyəsin, buna da ol. Oo, qoy, elimdəki tuşlama. Neysə, bu göyü qoyduq kənara. Bacı, buna mən nətər biçim siz Allah. İnarsınız, ona görə, nə bilmə, özə bunun kilosunu neçəyə verirlər. Az bu üzümdür də, üzüm. Ağaçda bitir. 10 manada verirlər. 10 manada kilosunu. Bundan indi digər 40 lira. Sabahlarım, dırnağıma falan gedəcəm. Dedim, elə getməmişdən bəbələrimə bişirim mübarə arasınlar. Biraz dırnaq olanda relax yarpaq pişmək olmuş. Buna cıngala, buna da al. Sabır var məndə də. Neysə, bunu da artlayaq yavaşca. Ona düyüsünü vuracağım. Acı sarı kök, duz, qara istiyor. Sonra bacımız nə desin sizə? Məndən 5 qədər də qartı yıldığımız var. Mən də qartırdım, evdə qaldım. Alan da olmadı. Adım çıxdı, dul çıxdı adım, dul. Siz Allah, bu nədir? Seydim mamın həyatından yox gətirərdim fındıq. Bax, bu ikinci üzüntümdür mənim. Buna verdiyim pulu kəş elə bu yarpağın bankası var idi orada. Bağlamışdılar. Ondan alardım. Biz istədim ki, qəşəng olsun, yarpaq sevəcəm. Buna heyva da olardı, heyvə yarpağı, bəhbə, fındıq yarpağı. Deməli qızlar, siz Allah, o şeydən yarpaqdan, o boyda yarpaqdan çıxarın, budur. Gündən xanımdakı döyğanın göyünü eləyir. Zirəkdir bacım, görün nəsər gəlirib. Siz Allah gün o dəstəni ver göstərim. İncədik. Hə, buna. Nə yapınız? Dəstənin çomuna, belə dəstə olur.
3 litr qatığa 20 dəstə göy almışam, inarsınız. Elə bir ikisi üçü bir dəstədir də, belə hesablayın. Burada senin yanında ne iş var? Buna pişmək var, bazı valla. Pişmək var. Bazıda pişməyə baxamalı olur. Hastıya bak. Hastıya bak. Sevdiğim sensin. Kim bakın ona? Şuraya bakın. Belə bir davranış olsa da, mən sonra Yapıq balacağı belə pişmək yalanca. biri məni alsa əgər, bu göy daramama görə mən heç vaxt evimdə arvad eləməz. Mən sizə söz deyirəm, bu bağ. Yaxşı. Fikir olun. Yaxşıdır da. 2 yaşlı, bu ağzında göygülər gedir. Devğat içində pişəcək. Dərdirəmə. Çok olsun elə o pişir, doğru pişir. Buradan qolları Ama falan sözünü sen Allah. Hepsi. Ve o değil mi pişməmsə? pişmişəm, pişməyən. Amma ki, bunları da qarnamayıb. Ve o değil mi sizə? Belə. Mən göy doğrayarım, mən dünyadan zəhər bir şey, mən doğğa pişməmişəm. Falan işləri bilirəm, doğğa pişməmişəm. Doğğanı elə bir ərmirəm, elə bir səkin. Ama dünyanın en asal şeyi yemeği dövğadı məzələ. Çok uzaqdır. Sen deyirəm qızlar. Bunu bax, nəfər eşitdin mi bunların hər dediyini ya da? Öyrənlərdə deyirlər, hə, bacı, hə. Hə? Çox ürəkləndi qızlar, deyirəm. Sağ ol, olmaz eləmi? Tanısan da, tanısan da yazdıqlarının bəllidir. Şey belə o qədər uzun pişmişəm ki, onu küçmə yadına çıxdı. Allah'ım da. Az şəplə geçsin özünüz Sarı üstünə iki köşünüzdə. kere. Hamısını dedin də. Ay, ətdən az saxladım, elə bilim ətli yer qaladı. Aa, çok geçsin. Kümeyle bilmem sen. Böyle böyle bu tırnaklarla bıçabileceğim. Nasıl gelmiyor ama neyse yok. Cəhd edirsən də. Sən işqə ayran, tutmaz qatıq. Gəl benimle takıl. Gel benimle takıl. Bizim başımda ne günlerimiz var. Ya bak bunları ben temizlememişim. Hanım arada böyle sapılar gelir. Gel müşteri. Kızıldan da müşteri var. Odur. Allah'ım 3 litre az. Ya o da şey köyde doğru. O seni. Yüzümden siler. Oy de hepsine bak. Seni mi gördün? Yerlerimi kırtık kırtık eləmişim yazıda. Rektoran yok. Sen ellerine bu kız mezunum çekti. Ay Allah. Ne oldu? Deməli qızlar, dolmamız da artıq hazırdır, püçdük. Belə çıxdı. Bu sağ tərəfdəkini mən püçmüşəm bunları. Sol tərəfdəkiləri də günlər püçüb. Dayı uzun, böyük, qısa fərqi yoxdur. Elə püçdük nətər gəldi. Çox incəlik göstərmədik çünki özümüzük. Yarpaqdakı gördüyünüzdə biraz yaxşı deyildi. Mən dolmanın üstünə həmişə limonu da əlavə edirəm belənçi. Bir də duru yağ əlavə edirəm. Həm rəngi çox qəşəng çıxır parıldaq bişəndə. Və pülüsdəki dadı da çox qəşəng olur. Danışıq buna əlavə edəcəm 1 stəkan yarım su. Qoyacağım qaynayandan sonra vanxoda qoyacağım. Üstünə də belə boşqabı keçirdəcəm bişsin. Göz haqqınızı halal eləyin. İndi də gedin doğanı pişirim. Deməli qızlar, artıq döyülğanı da hazırladım. Atdım üstünə. Dolma bişir, döyülğanı da bişirirəm. Mən bunu qəşəng bişirim. Deməli qızlar, döyülğanı da hazırladım, artıq bişirirəm. Biraz göylərimiz iri çıxa bilər. Çünki göy günlər də olur, əhəb olmaz. Keçirəm o səvər satımdan. Və qızlar, artıq dolmamız hazırdır. Belə çıxdı. Görürsünüz, yağ oranda nə qəşəng parıldaq qalır. Gedək yeməyimizi çəkək, biz də yeyək. Günlər də balkonda süfrə açırıq, görək necə açır. Deməli qızlar, yeməyimiz də hazırdır. Bacımızın döyğası da hazırdır. Dolma gör nə qəşəng çıxıb belə. Neçə vaxt heç belə pişmir. Deyirəm, yaxşı ki, belə pişdimi? Yaxşı ki, elə pişmişəm. Neysə qızlar, göz haqqınızı halal eləyin. Cünətər çox dolma. Həqiq deyirsən? Kızı tənəkli yağladım. Necə? Elə qızı tənəkli deyə? Bacının nəri qablət yoxdur da. Önce o başqadır, yəni yumuşaqlığına falan görə çox keçir. Almanya belə özü istəyirəm. Nə, Almanya, Afiyədə, təzəsi verəcəm, hara olaraq. Neysə, nuş olsun. Lezzetli. Nuş olsun canım. Mənzərəmiz də yəni odur.
Murat, Şuna söylüyorum. sən mənim canım nətərsən? Qəşəng. Yaxşıdır. Ay Hüseyin. Hüseyin. Gel hale bak. Ay Hüseyin. Nətər çıxdı olma? Ay. Hə? O nədir? O nədir? Hüseyin, YouTube atacağım. Nə olur bilə yaxına cavab verdin? Yaxşıdır. Xoşuna gəldi? Ha, dostlar. Xalanı yola verir. Ha. Can qohu, fikir qalıb uşaqların yanında. Yiyim qaçım. Deməli qızlar, qablarım var idi. Onları da yudum. Bunlar suyunu çəkənə qədər mən də gedeyim, otağımı yığışdırım və 1-2 saat yatım. Öpürəm sizi. Kanala abunə olmağı, yorum yazmağı, bildirişləri açmağı unutmayın. Bir də bir şey xahiş edirəm. Maksimum dərəcədə komment çox atın. Ən əsası da videonu sona qədər izləməyi unutmayın. Çünki o YouTube-u qaldırır. Məndən tələb edirsiniz qızlar ki, hər gün çək, at. Siz də mənim tələblərimi yerinə gətirin. Öpürəm sizi.